Müəllif Əli Heydər Qayıboğlu. Gec gördüm səni. Qirayətçi Cəbrayıl Qənbər. Kaş mənim qarşıma sən tez çıxaydın. Nələr olacaqdı, nə deyim sənə? Bütün varlığımı bil, usanmadan yolundan mən qurban verərdim yenə. Bəlkə talihimiz başqa olardı. Bəlkə də səninlə qoşa olardı. Bəlkə bu dünyanın ən idealı, ən xoşbəxt cütü tək yaşad olardıq. Bəlkə dərd, kədər nədir bilməzdik. Bilərdik sevgi nə, bu həyat nədir. Bəlkə də əbədi yaşardıq, ölməzdik. Bilərdik uçmağa, cüt qanad nədir. Bilərdik uçmağa, cüt qanad nədir. Bəlkə də səninlə birgə tarix yazacaqdıq biz sevənlərə. Bəlkə də müqəddəs ulu sevgimiz sığmazdı bu boyda cahana, yerə. Bəlkə də lüğətdən biz kaş sözünü əbədi silərdik olmamış kimi. Bəlkə də səninlə qoşa yazardıq həyatın ən böyük eşq əsərini. Həyatın ən böyük eşq əsərini. Əfsus, çox əfsus ki gec gördüm səni. Ömrümün saralan payız fəslində. Bəlkə də həyatı mən anlamazdım, onu sən anlattın mənə əslində. Onu sən anlattın mənə əslində. Mehdizadə Əli